bütün nesneler hakkında. Bütün nesne de gözle gördüğümüz ne varsa onların hakkında. Bu ideyalar ise değişmez, tərpənməz ve əbədidir. Bu filosof nesnelerin özünü əsas saymayıb onların ideyasını, yani mənaca üstünlük verirdi. İdealizm elə budur. Yani ki, Platon Allah'a inanırdı. Nəsə bir yaradıcılığa inanırdı. Arxa tərəfində olan eylərdi. Amma Aristotel də görünənə inanırdı. Ona göre de siz benim profile koyduğum şəkili görürsünüz. Dinin mənasını. Ha? Əllərində fikir verirsiniz mi? Birinin əli yuxarıdır, birinin əli aşağıdır. O şəkildə hər bir şeyin mənası var. O gələndə o şəklin isə açıqlamasını verəcək. Müdürlük akademisində o şəkil möhtəşəm bir yerdə durur və o şəklin açıqlamasını verəcək. Ona görə müəllimləri də olsa bəzən bir-birindən ideyalarında fərqlənirdilər. Nə mənada? Onun da bir gözəlliyi ondaydı ki, kim həqiqəti harda görürsə onun arxasınca gedirdi. O demirdi ki, yox, mənim müəllimim mənə acığı tutar, mən bunu demirəm. Bu həqiqət. Aristotel Platona deyir ki, Platon mənə əzizsə, həqiqət ondan da əziz. Yəni mən çox istəyirəm Platonu. Çünki uşaqlar, onlar bilirdilər ki, bəşər insanlardır. Ona görə onlar bilirdilər ki, bəşəriyyət onların bilgisini araşdıracaq, arayacaq. Ona görə hər kəs həqiqi görmək istədiyini, həqiqi qəbul elədiyi haqqında qərarında qəti idi. Ona görə onların fərqliliyi başqa idi. Haqqında çox da belə danışmayayım, çünki çox Platon fəlsəfəsinin ikinci orijinal xüsusiyyəti onun üslubu, forması və dilidir. Bu mənada fəlsəfə tarixində tamamilə əlahəddə bir hadisədir. Əksəriyyəti diyaloq mübahisələr şəklində yazan. Bax, görürsünüzmü? O Sokratı başqa bir filosoflarla diyaloq şəklində. Sanki onlarla danışarmış kimi yazır ki, onlarla söhbət edir. Təsadüfi deyil ki, Platonun fəlsəfənin şairi hesab edilir. Çünki əvvəlcədən poeziya ilə məşğul olub. O poetik dili orada özünü göstərir. Aristotelin əsərləri əlbəttə çox-çox məhdud sayılı oxucular üçündür və bu heç də onların dərinliyini görə deyil. Sadəcə onlar forma və ifadəcə tərzində. Aristotel o qədər dərin bilgi adam olub. Metafizika adında kitabdır, fizika ilə qarışacağı yoxdur. O kitabı heç alimlər belə açıb izahını verə bilmirlər. İzah verə bilmirlər. Oxuyan hər adamın gücü çatmır ki, o kitabın açıklamasını gör, bu adam o kadar inkılap edildi ki, bunu şagirdi Aristotel 450 tane kitap yazdı. Denizin dibinden tutmuş bütün kainatta olabilecekler, təsəvvür edəcək her şey hakkında yazdı. Ve buna dediler ensiklopedi, onun kitapları çok gelmiş. Ona göre bu üç alim bəşəriyyətin en felsefenin dayaq nöqtələri hesab olunur. Gələn dəfədə Aristotel hakkında danışacağıq. Və hələlik bizim az çox bunun haqqında məlumatımız olsun. Bunlar kimdir? Qısa. Fəlsəfəsi haqqında yavaş-yavaş gələcəkdə danışacaq. Çünki bunlar sizə lazım olacaqdır. Və bunları oxuyan, bunların haqqında məlumatı olan, yəni dialoqu özü haqqında olan adamlar inanın ki, həyatı başqa tərəfdən görürlər.